Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Biləsuvar təhsil kompleksi yeni bir zirvəyə ucalıb. Artıq bu təhsil ocağı Cambridge Beynəlxalq Məktəbi statusu qazanaraq dünya miqyasında tanınan 10 minə yaxın məktəb arasında öz yerini tutub. 15 illik fəaliyyəti boyu məzunlarının ali məktəblərə 100% nəticələrlə qəbuluna görə birinciliyini qoruyub saxlayan Mübariz təhsil kompleksi bu il daha böyük bir uğura imza atıb. Böyük Britaniyanın nüfuzlu təhsil ocaqlarından olan Cambridge Beynəlxalq Məktəbi statusunu əldə edib. Qeyd edək ki, kompleksin şagirdləri bu ildən Cambridge proqramına uyğun olaraq təhsillərini davam etdirəcəklər. Cambridge təhsil sistemi şagirdlərimizə beynəlxalq imtahanlar, yəni bura Cambridge Primary Checkpoint, IGCSE, A-Level imtahanlarına hazırlaşmağa imkan verir və bu da şagirdlərimizin önündə dünyanın istənilən ölkəsində, istənilən ali təhsil müəssisəsinə qəbul olunma şansı vəd edir. Bütün valideynləri, gələcəyin liderlərini bizimlə Mübariz təhsil kompleksində yetişdirməyə çağırırıq. Sevindirici haldır ki, milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan qardaşı oğlu balaca Mübariz də məhz bu müqəddəs elm ocağında təhsil alır. Şamama ana təəssüratlarını belə ifadə etdi. Vətənə, millətə xeyirli evlad olsunlar. Mən fəxr eləyirəm ki, Mübarizin rayonunda, kəndində belə bir uşaqlar var. Allah onlara can sağlığı versin hamısına. Valideynlərə də can sağlığı versin, balalarına da. O gün olsun, mənim balam da, bütün mənim balamla oxuyan birinci siniflərdə belə 11-ci sinifi qutarsınlar, ali məktəbə qəbul olsunlar. Vətənin, atasın, anasın, sevən uşaqların hamısı mənim balamdır. 2024-2025-ci tədris ili Mübariz İbrahimov adına təhsil kompleksi üçün təkcə beynəlxalq statusla yadda qalmayıb. Ötən il 9-cu sinifdən 8, 11-ci sinifdən isə 2 şagird fərqlənmə attestatı almışdısa, bu il bu rəqəmlər müvafiq olaraq 12 və 10 nəfərə çatıb. 3 şagird isə həm qızıl nişan, həm də qızıl attestata layiq görülüb. Eləcə də Sabahın alimləri 14-cü Respublika layihə müsabiqəsində bu il məktəbin 2 şagirdi qızıl medal qazanaraq ölkəmizi Birləşmiş Ştatlarda keçirilən Regeneron ICF Beynəlxalq elmi müsabiqəsində təmsil edib. Azərbaycan Dillər Universiteti təhsil kompleksi ilə, Mübariz təhsil kompleksi ilə artıq 3 ilə yaxındır ki, əməkdaşlıq edir və xüsusilə də tərcümə fakültəsi, çünki ən çox müasir dillərlə tərcümə fakültəsində tədris olunur və çox sevindirici haldır ki, bölgəmizdə belə bir təhsil kompleksinin innovativ təhsil sisteminə daha uğurla yanaşması və can atması təbii ki, bizim də böyük sevincə səbəb olur. Qeyd edək ki, bu ildə təhsil kompleksini 42 məzun xüsusi nailiyyətlərlə başa vurub. Qəbul imtahanlarının nəticələri hələ tam dəqiqləşməsə də, məzunların əksəriyyətindən 600 baldan yuxarı gözləntilər var. Mübariz İbrahimov adına təhsil kompleksi bu göstəricilərlə Azərbaycanın təhsil məkanında fərqlənməklə qalmır, həm də dünya miqyasında nümunəyə çevrilir. Gülgəz Mustafayeva, Samir Qurbanov, Zahid Aydınoğlu, Biləsuvar.